Deməli uşaqlar, burada bizdə cavab 5-in qiymətini deyir, çap eləyin. Cavab 5-i tapmaq üçün gedib def funksiyasına cavab 5-nə müraciət edirik. Yəni bizdə bərabər olacaq 5-ə. Deməli 5 deyir kiçikdirmi 1-dən? Deyirəm ki, xeyr. Onda aşağını hesablayırıq. Sərbəst return n vurulsun cavab n-1. Yəni 5 vurulsun cavab 5 çıxılsın 1 cavab 4. Deməli sonra gedib cavab 4-ü hesablayırıq. Cavab 4-də n bizdə 4-ə bərabər. 4 kiçikdirmi 1-dən? Deyirik ki, xeyr. Onda return qaytaracaq. 4 vurulsun cavab 4 çıxılsın 1. Yəni 4 vurulsun cavab 3. Deməli indi gedib cavab 3-lə biz müraciət edirik. N bizdə 3-ə bərabər olacaq. 3 kiçikdirmi 1-dən? Deyirik xeyr. Onda n vurulsun, yəni 3 vurulsun cavab n çıxılsın 1. Yəni 3 çıxılsın 1 olacaq 2. Sonra gedib cavab 2 ilə müraciət edirik. N bizdə olacaq 2. 2 kiçikdirmi 1-dən? Deyirik xeyr. Onda n vurulsun, yəni 2 vurulsun cavab n-1. Yəni 2 çıxılsın 1 olacaq cavab 1. Daha sonra cavab 1 ilə müraciət edirik. N bizdə 1-ə bərabər. 1 kiçikdirmi 1-dən? Deyirik xeyr. Onda 1 vurulsun cavab 1 çıxılsın 1 cavab 0. Sonra burada deməli cavab 0-ı tapırıq. Cavab 0-da bizdə n 0-a bərabər. 0 kiçikdirmi 1-dən? Deyirik ki, kiçikdir. Onda buna artıq hə dediyimizə görə return 1-i qaytaracaq. Nə ilə müraciət etmişdik? Cavab 1 ilə. Cavab 0 ilə. Cavab 0-a qaytaracaq 1-i. Cavab 0-ın qiyməti olacaq 1. Sonra cavab 1-də yerinə qoysaq 1-i. 1 vurulsun 1 olacaq 1. Cavab 1-ə qaytardı 1-i. 2-ni 1-ə vursaq cavab 2-yə qaytaracaq 2-ni. Cavab 2-nin qiymətini yerinə qoysaq olacaq 6. Yəni cavab 3-ə qaytaracaq 6. Cavab 3 6 olduğuna görə 6-nı yerinə qoysaq 4 vurulsun 6 olacaq 24. Cavab 4-ə qaytaracaq 24. Cavab 4 24 olduğuna görə 24-ü vursaq 5 olacaq 120. Cavab 5-ə də qaytaracaq 120-ni. Yəni print cavab 5 çapa gedəcək 120. Uşaqlar gəlin baxaq buna. Gəlin nömrələyək 0 1 2 3 4. T bərabər 0 for in range 1-dən 5-ə kimi neçə dövr olacaq? 4 dövr. 1 2 3 deməli 4. Y bərabər 1 ilə dövrə düşəndə deyirik ki, 1-in 2-yə bölünməsinə qalıb 1-dən fərqlidir. Xeyr, 1 olur. Onda elsə düşürük. Onda A 1 bərabərdir. A1-imiz nəyə bərabərdir? 8-ə. Çıxılsın. 1-dən 1 çıxsaq 0. A0 nəyə bərabərdir? 1-ə. Bərabər olacaq 7-yə. Deməli, T də bərabərdir. T bizdə 0. 0 üstə gəlsin. 7 bərabər olacaq 7-yə. İndi gəlin i bərabər 2 qiyməti ilə düşək dövrə. 2-nin 2-yə bölünməsindən qalıq. Neçə olur? 0. 0 1-dən fərqlidirmi? Fərqlidir. Onda A 2-miz bərabər olacaq. A2 bizdə neçədir? 7. Üstünə gəlinsin. 2-dən 1 çıxsaq olacaq 1. A1-in qiymətini nə aldıq? Dəyişmiş qiyməti 7. 7-nin üstünə 7 gəlsək olacaq 14. T bərabərdir. 7 üstə gəlsin 14. Bu bizə bərabər olacaq. Deməli 21-ə. I bərabərdir 3 qiyməti ilə düşsək dövrə, deməli 3-ün 2-yə bölünməsinə qalıq neçə olur? 1, 1, 1 fərqlidirmi? Xeyr. Onda elsə düşdü. A3 bərabərdir. A3-ün qiyməti bizdə neçədir? Deməli 3-dür. Çıxılsın. 3-dən 1 çıxsaq 2. A2-nin qiyməti neçə oldu? 14. Deməli 3-dən 14 çıxsaq olacaq mənfi bizdə neçə? 11. T də bərabərdir. Deməli, T üstə gəlsin, yəni 21 üstə gəlsin. A3 mənfi 11. Bu da bizdə bərabər olacaq müsbət 10-a. Və son olaraq i bərabərdir 4 qiyməti ilə düşsək dövrə. 4-ün 2-yə bölünməsindən qalıq neçədir? 0. 0-dan 1-dən fərqlidir. Bəli. Onda gəlin buranı hesablayaq. A4 bərabər olacaq. A4-ümüz neçədir? 10. Üstə gəlinsin. 4-dən 1 çıxsaq olacaq 3. A3-ümüz nəyə bərabərdir? Mənfi 11-ə. Mənfi 11. Burada neçə olur? Mənfi 1. Onda T də bərabər. T üstə gəlinsin, yəni 10. Üstə gəlinsin. Mənfi 1 neçə olacaq? 9. Deməli, T-ni də qaytar deyir. Printdir. Çap elə. O da olacaq bizdə 9. Deməli, uşaqlar gəlin 111-ci suala baxaq. Deməli, sualda nə deyilir? Deyilir, bu 10 dəfə icra olunur və B dəyişəni üçün hər dəfə ardıcıl olaraq buradakı 10 dənə qiymət deməli, daxil edilir və deyilir ki, neçə dəfə yes sözü çap olunur. Deməli, uşaqlar, burada nə olacaq? B ilə daxil olunacaq 145. Gəlin bu 3 rəqəmlərdən baxaq, çözək, burada görək nə var.
145 daxil olunacaq sətr tipində. Int bunu çevirəcək tam tipə və e, B bərabər sətr B dırnaq içərisində 145 n bərabər 0'dır. İndi burada nədir? 0'dan len B bizdə neçədir? 3. 3'dən 1 çıxanda neçə olur? 2. 0, 2 aralığında neçə dəfə dövrə düşəcək? 0, 1-də 1, 2 dəfə. İndi burada deməli BI 0 i bərabərdir 0-dan düşdük. Bizdə B0. B0 neçədir? Baxın 0, 1, 2. B0 neçədir? 1. 1 kiçikdirmi? 0'ın üstünə 1 gəlsə 1. B1 bizdə neçədir? 4'dən. 1 kiçikdir 4'dən deyirik hə. Onda n bərabər 0 üstə gəl 1 olacaq 1. İndi i bərabər 1 qiyməti ilə dövrə düşsək. Deməli B1'imiz neçədir? 4. 4 kiçikdirmi? 1'in üstünə 1 gəlsək 1, 2. B2 də bizdə neçədir? 5. Kiçikdir 5'dən, 4 kiçikdir 5'dən, bəli, onda n bərabərdir. N üstə gəlsin 1. 1'in üstə 1 gəlsək olacaq 2. İndi gəlib burada y'si çap eləmək üçün burada deyirik ki, n bizdə 2'dir də. 2 bərabər len B bizdə neçə idi? 3. 3'dən 1 çıxsaq 2. 2 bərabərdirmi 2'yə? Onda burada y'si çap edir. Deməli, burada qanuna uyğunluq nədir? 3 rəqəmlilərdə. Deməli, artan sıra ilə getməlidir rəqəmlər. Baxın 1, 4, 5. Bunu 121'də yoxlasaz ödəməyəcək. Eyni bunu 121'də yoxlasaz ödəməyəcək. 913'də yoxlasaz ödəməyəcək. Neçə var bizdə sonra? 217'də ödəməyəcək. 469'da baxın 4, 6. Burada deyəcək 4 kiçikdir 6'dan. Baxın bu hissəyə görə. Deyəcəksiniz hə, n1 artacaq. Sonra ikincisində deyəcək 6, 9'dur kiçikdir 9'dan. Burada yenə hə deyəcəksiniz. M yenə 1 artacaq, olacaq 2. Bu deməli 3 rəqəmlərdə. Bir dənə 2 rəqəmi var. Gəlin 2 rəqəmliyə baxaq. B bərabərdir dırnaqda 10, 8, 0, 1. Foreign range. Len B bizdə neçəyə bərabərdir? 2. 2'dən 1 çıxsaq olacaq 1. Deməli 0, 1. Dövrümüz bir dəfə olacaq. O da 0 olacaq. E0'dan düşəcək dövrə. Aha. B0 neçədir? 1. 1 kiçikdirmi? 0'ın üstünə 1 gəlsək 1. 1 də bizdə nəyə bərabər? 8'ə. Kiçikdir 8'dən deyirik ki, hə. M bərabərdir onda 1 artacaq, olacaq 1. Dövrümüz qutardı. Gəlib onda bura baxıram. M məndə neçə oldu? 1. Len B məndə neçə idi? 2. 2'dən 1 çıxsam neçə olur? 1. Y'si çap eləyirmi? Eləyir. Deməli bu da məndə ödəyir. 18. 4 rəqəmlilər uşaqlar eyni ilə bayaq necə 3 rəqəmlilər var idi. Və yaxud da elə 2 rəqəmlidə də birinci kiçik sonra böyük olmalıdır. Eyni ilə 4 rəqəmlilərdə də bu ödənməlidir. Baxın 7, 1. Burada deyəcək ki, deməli, burada nə edəcək? Baxın 0, 1, 2, 3. Deməli, birincisi olacaq 0'da bizdə. Deyəcək ki, 7 kiçikdir 1'dən. Elə buradan birbaşa görürük ki, ödəmir. Burada nə deyəcək? Deyəcək ki, 1 kiçikdirmi 2'dən? Deyəcəksiniz hə. Sonra deyəcək ki, deməli 2 kiçikdirmi 1'dən? Burada artıq ödəməyəcək. Burada nə deyəcək? Deyəcək 4 kiçikdirmi 5'dən? Ödəyəcək. Sonra 5 kiçikdirmi 7'dən? Ödəyəcək. 7 kiçikdirmi bəs 6'dan? Baxın, burada ödəməyəcək. Amma burada ödəyəcək. 1 kiçikdirmi 2'dən? Kiçikdir. 2 kiçikdirmi 4'dən? Kiçikdir. 4 kiçikdirmi 7'dən? Kiçikdir. Deməli 1 də burada ödəyəcək. Neçə dənəsi olur? Deməli 4 dənəsi. Cavab olacaq 4. Deyilən uşaqlar, Python dilində yazılmış proqramın nəticəsini tapın. List siyahı verilib. Deməli, burada minimum neçədir uşaqlar? 23'dür də, elə deyil. Minimum 23'dür. Maksimum neçədir? Maksimumu neçədir? 100'dür də. 100'ü 2'yə vursaq olacaq 200. Cəmləsək 223 böyüdü mü 0'dan? Böyüdü. K bərabərdir. Ona bölünməsindən qalıq 3. N bərabərdir. Ona bölünməsindən tam hissə 22. S də bərabərdir. S bizdə neçədir? 0. 0'ın üstünə
6 gəlsək, 3'ü yığırsaq 2'ye 6 olacaq. İndi yenə qaydırıq 22 böyüdü mü sıfırdan? Böyüdü. K bərabərli 22'nin 10'a bölünməsindən qalıq. Bu da düzmü yazdıq, hə? 2 m de bərabərdir 10'a bölünməsindən tam hissə 2 s de bərabərdir s üstə gəlsin 6 üstə gəlsin k'nı 2'ye vursak 4 o da bərabərdə olacaq 10. 2 böyüdü mü sıfırdan böyüdü k bərabərdir 10'a bölünməsindən qalıq 2 m bərabərdir 10'a bölünməsindən tam hissə 2'nin 10'a bölünməsindən tam hissə 0 s de bərabərdir 10 üstə gəlinsin 2'ni 2'ye vursak 4 bərabər olacaq 14. 0 sıfırdan büyüdü mü yok. S'i çap ettir. O da olacak 14. Burada bizdən nə istəyir? Deməli F2 4 5 A'nı istəyir. Gəlin gedək A'nı tapaq da F1'ə müraciət edək. Baxın bura. Gəlin F1'ə müraciət edək. F1 3 4 2. Bu X'dir məndə, bu Y'dir, bu da Z'dir. İndi nə deyilir? Baxın bizdə burada şərt verilib. Elif var. Elifə nə vaxt düşəcək? Bax bu şərtə yox desək. Gəlin baxaq. X bizdən neçədir? 3. 3 kiçikdirmi? Z bizdən neçədir? 2'dən. And vurulsun. X 3 bizdə böyüdürmü? Y 4'dən. Buna hə deyirik. Buna yox deyirik. Onda vuranda baxın hə bizdə 1'dir, yox bizdə 0'dır. 1'i 0'a vuranda 0. Deməli buna nə dedim? Yox dedim. Yox dediyimə görə gəlirəm elifə. Elifdə mənə deyilir ki 4 y böyükdürmü 2'dən və or üstə gəlinsin. X 3 kiçikdirmi 2'dən. Hər ikisinə hə deyirəm. Hə dediyimə görə burada gəlib retweni qaytaracağım. Y məndə nədir? 4. 4'ü 2'ye vursam 8. Çıxsam bundan 2. Olacaq bizdə 6. 6'nı qaytardı F1'ə. F1 də nəyə bərabərdir? Deməli A'ya. A'mız neçə oldu? 6. İndi F2 ilə gedib müraciət edirik. F2 bizdə neçə oldu? 4, 5 və A'nı da tapdıq 6. F2'ye müraciət etsək, bu X'dir, bu Y'dir, bu da Z'dir. Onda nə deyilir? Deyilir hamısını cəmlə qaytar. O da olur 15. 4, 5, 6'nın cəmləndə olur 15. Deməli print də çap edəcək 15'i. Deməli uşaqlar burada nəticəni istəyir. Gəlin F1'i tapaq. Gedək F funksiyasına müraciət edək. F1 2'dir, 5'dir, 6'dır. Bu da A, B, C olacaq bizdə. Deməli A'mız nəyə bərabərdir? Deyir A üstə gəlsin, B üstə gəlsin, C. C eləyir. 7, 13. Və üstə gəlsin F2, A, B. A'mız neçədir? 2, B'miz neçədir? 5. Şimdi buranı cəmlə bilmirik. Gedirik F2'dən, 2, 5'dən bunun qiymətini tapırıq. Gəlib bura müraciət eləsəm F2. Daha doğrusu F2 burada 2, 5 ilə müraciət eləsəm bu X'dir, bu Y'dir. X bərabərdir. X vurulsun 2, yəni 4. Y bərabərdir. Y plus 3, yəni 8. Return X plus Y. 12'ni qaytar nəyə? Buna. Bunun qiyməti bizdə neçə oldu? 12. Cəmləsi olacaq 25. A'nın qiyməti dəyişdi oldu 25. B bərabərdir. B plus C, yəni 11. Üstə gəlsin F 2, B, C. B'miz neçədir? 5, C'miz neçədir? 6. Gəlib yenə müraciət edirik. Deməli bura F 2, 5, 6 ilə. Bu X'dir, bu Y'dir. X bərabər olacaq. 2'ye vuracaq olacaq 10. Y də bərabər olacaq 9'a. Cəmi olacaq 19. Bunu da qaytaracaq buna. Qiyməti oldu 19. Bu da bizdə olur 20, 30. C bərabərdir. C üstə gəlsin, 6 üstə gəlsin. F 2, A, C. A'mız neçə oldu? 25. Dəyişmiş qiymətini nəzərə alırıq. C'miz də 6'dır. Gedib bununla müraciət eləsək, F2, 25, 6 ilə. Bu X'dir, bu Y'dir. X bərabər 2'ye vursaq olacaq 50. Y bərabərdir. 3'ü cəmləsi olacaq 9. Cəmi olacaq 59. 59'u qaytaracaq buna. Qaytardı buna. Bu da olacaq bizdə 65. İndi buna qaytar return A plus B plus C'ni. Deməli bunların hamısını cəmləsək uşaqlar 25 plus
30 plus 65. 80, 90, 120. 120'ni qaytarır buna. Yani bu olur 120. Üstə gəlsin. F 2, 4, 1'i hesablasaq. X'dir, Y'dir. X bərabərdir. Buradan 2'ye vursak 8, Y bərabərdir. 3 üstünə gəlsə olacaq 4. Cəmi də olur 12. 12'ni də cəmləsə 120 plus 12 olacaq 132.